Buradaca onu deyim ki, Böyük Yaradanın Yaranış kitabının 12-ci bölməsinin işığımla işıqlandırdım, kainatlar işıqlandı. İşığımın qədəri iki səmtə, hər tərəfi 3 müddətə. İki tərəfi 3 müddətə işıqlandı. Kainatlar 6 müddətə yarandı deyiminə əsasən, yaranmış kainatın ölçülərinin onun ilkin işıq səpimi sahəsinin həcmə nisbətən neçə dəfə böyüdüyünü hesablamışam. Kainat özünün təyinatını alarkən protokainat həcmini nəzərə olaraq 6,75 dəfə böyütmüşdü. Buradan belə çıxır ki, astrofiziklərin təsəvvür etdikləri kimi, kainat az qala nəhayətsiz dərəcədə deyil, cəmi 6-7 dəfə öz həcmini böyütmüşdü. Amma burada deyiləsi çox vacib bir hal var. O hal ondan ibarətdir ki, partlayışdan kainatlarda məkanların yaranması və öz yerlərində məkanlaşması üçün göstərdi ki, Böyük Yaradan öz nurunu səpdi. Hər bir planeti yaradıb bərqərar etdikdən sonra və kainatların bir hüdudu olduğundan nur, işıq öz yayım qədərindən artıq səpələnmədi. O anda hər bir yaranmış göy cismi öz kütləsinə mütənasib işıq payı aldıqdan sonra artıq nur işıq qədərini mərkəzə, Yaradanın özünə əks etdirib qaytardı. Yaradanın özü o qayıdan nur, işıq zərrələrini təkrarən özündə toplamadı. Əgər toplamış olsaydı, onda Yaradanın nur qədəri özündə qeyri-mütənasib çox olar və yaranışla özü arasında bağlılıq, vəhdət ardıcılığı əbədi olaraq deyil, yalnız bircə dəfə olmuş olardı. Belə hal olmuş olsaydı, Yaradan 4-cü anda yarattım, yarattım, yarattım demiş olardı. Amma yadına salıram ki, Yaradan yaranışdır, yaranışdır, yaranışdır demişdi. Yəni, yaranış həmişə mütəmadi davam edən olacaqmış ki, nəticəsi də biz insanların gözünün önündədir. Böyük Yaradan hər bir göy cismindən əks olunan işıq nur qədərini özündə yox, ətrafında bərqərar etdi. İlkin prosesdən sonra mütəmadi və əbədi proses başlandı. Yəni, sonraki yaradıcılığa ayrılan hər bir işıq payı Böyük Yaradanın özündən və ətrafında toplum halında olan müqəddəs ağ işıq qədərindən bütün yaranmışlar arasında bağlılıq qədəri almalıymış. Əks olunub qayıdan və ellipsoidin yuxarı hissəsində toplum halına gəlmiş işıq qədəri Yaradanın öz müqəddəs məkanını təşkil etdi. Yaradanın məkanı əbədi sükunətli olan ağ işıq toplumudur. Ona qıraqdan heç bir qüvvə vasitəsilə təsir edə bilməz. Bu barədə Böyük Yaradan Yaranış kitabının 1-ci bölməsində deyir. Paçlıqladır, paçdır məkanım, ağlıqda, ağdır məkanım, ağ işıqla paylıdır hər məkanım. 5-ci bölmədə isə məkanım mərkəzdir, cəm hərəkətlərə mərkəzdir. Hərəkətlər mənimlə, vəhdətimlə, mənimlə. Mənim öz məkanım əbədiyə əbədi məkanım. Hər yaranış öz məkanında, hər məkan öz məkanında. Məkanım ağdır, ağlıqdadır. Ağdır, kainatların quruluşunda, mərkəzindədir quruluşunda. Ağ işıq yaradanladır, yaranışdan yaradanladır. Yaranışdan ilkdəndir, kainatların quruluşu ilkdəndir. Kainatlar ovalladır, ovaldadır, ovalladır. Oval bir quruluş, hərəkətlərə bir quruluş. Oval quruluşdadır, işıqlar daxilindədir, quruluşdadır. Zərrələr axımı hərəkətində, quruluşundadır. Kainatlara qalxacaq bəşər, Böyük Yaradan məkanına dəmirdə çatmayacaq bəşər. Axırıncı deyim ona işarədir ki, istənilən fiziki parametrlərə malik hər hansı cisim, hər hansı materiya Böyük Yaradanın məkanına baş alıb gedə bilməz. Buna cəhd onun özünün hər hansı formada olmuş olsa da, ya büsbütün məhvinə, ya da bir varlıq kimi oradan uzaqlaşdırılmasına səbəb olar. Buna görə də ərş-i əlaya meyrac etmək heç bir vəclə maddi bədəndə mümkün ola bilməz. Meyrac yalnız Böyük Yaradan vəhdətində, onunla bağlılıqda və yalnız zəkada mümkündür.